Mağazaya daxil olan kimi satıcının yanına gəlir. Daha sonra əlindəki soyuq silahla onu hədələyib pul istəyir. Görüntülər gecə paytaxtın Nizami rayonu Bəkir Çobanzadə küçəsindəki şərab evinə olan basqındandı. Bütün olanlar mağazada olan hər iki təhlükəsizlik kamerasına da düşüb. Görüntülərdən aydın olur ki, içəri daxil olan maskalı naməlum şəxs soyuq silah qismində istifadə etdiyi kəsici alətlə satıcıya hücum edir. Satıcı canını qurtarıb mağazadan qaçır və o kassanı buradan götürərək hadisə yerindən uzaqlaşıb. Görüntülərdən hətta o da aydın olur ki, satıcı mağazadan çıxan kimi qapını da tutur ki, naməlum şəxs qaçmasın. Amma o qapının şüşə hissəsinə təpiklə vurub qırır. Xudaverdi adlı zərər çəkmiş satıcı dərhal hadisə ilə bağlı 102 xidmətinə məlumat verib. Hadisə yerinə Nizami rayon polis idarəsinin əməkdaşları gələrək baxış keçiriblər. Satıcının çiynindən tutur ki, duranmasın stoldan. Deyir, kassada nə var, hamısını ver. Satıcı bıçağı görən kimi stoldan təriflənib, kassanı açar, bağlayaraq açar götürür, çölə qaçır. Çöldən qapını tutur. Bu qapını bağladı, satıcının kömək çağırdığını görəndə qaçaqca gəlib təpi ilə vurub, qapını qırıb, təzədən qayıdır, bıçağı salır, kassanı görür, açanmır, tam şəkildə dartıb kassanı götürüb yerindən çıxardıb aparır. Kassada nə qədər pul olur? Hardasa 1000 manat başdı, 1000 manata yaxın. İçkilərə, digər... Başqa heç nəyə toxunmayıb, heç nə götürmür. Əməliyyatçılar ətrafa baxış keçiriblər və naməlum şəxsə aid bəzi əşyalar tapıblar. Sonradan o müstəntiq tapdılar, gətirdilər. Barmaq izini götürüldü. Bir də kurtkası ilə ağzına taxdığı maska oradaydı. O maskada da qan izi var idi, o da götürüldü. Amma vəsait yox idi içində. Kassada. Yəni pul yox idi. Kağız pulu tam şəkildə götürmüşdü. Bir içinə qəpik falan orada yerə dağılıb onu götürüblər. Faktla bağlı Nizami rayon polis idarəsində cinayət işi başlanıb. Həmin naməlum şəxsin tapılması istiqamətində tədbirlər davam etdirilir. Ramal Abdullayev, Vüsal Hüseynov, Xəzər xəbər.